Salam əziz şagirdlər, bu günlərdən Elmətdin Tağıyev kitabından faiz nisbət tənasübün 29-a qədər keçən dərs yazmışdıq, 30-dan başlayacağıq yazmaya. Deməli 30-da bizdə nə deyir? Deyir ki, 30 faizi 15 olan. Bax, görürsünüz, yenə də yönləndirdi məni. Deməli, mən 30 faizə deyəcəyəm 15. Çünki 30 faizi 15 olan. Ədədin 25 faizini tapmasını istəyir məndən. Yəni 25 faizi də nədir? X-dir. Biz də bilirik ki, x-in dostu çarpaz gedəndə 30-a vurulur. Yəni aşağıda olacaq 30. 25-i də vuracağam nəyə? 15-ə. 30 ilə 15 ilə 30 ixtisar getdiyinə görə, deməli 30 ilə 15 gedir 2 dəfə, bu da 1 dəfə. 15-ə getdilər. Yuxarıda qaldı 25, aşağıda qaldı 2. 25-i 2-yə bölmək olar. Bax, məsələn, burada belə deyə bilərəm. Bu 25-in içində 2, 12 dəfə, qalıq qaldı 1. Məxrəc dəyişməlidir. İstəsəm belə də yaza bilərəm. İstəsəm bunu belə də yaza bilərəm. Yəni 25 manatı 2 nəfər arasında böləndə nə düşür? 12,5, yəni 12 manat 50 qəpik şəklində də yaza bilərəm. Eynən bu da belədir. Məsələn, 28 faizi mənə deyir burada. 28 faizi deyir 84 faiz. Deyir neçə faizini tap? 12 faizini tap. 12 faizini tap deyirsə, 12 faizini tapım. Da niyə bir də gedim özüm üçün özümə əziyyət verib 100-ü tapım, təzədən 12-ni tapım. Hansı faizini tap deyirsə, onu yazdım. Gördüyünüz kimi, yenə x-in dostu 28 məxrəcdə. 12-ni vuracağım 84-ə. 4-ə gedir 3 dəfə, 4-ə gedir 7 dəfə. 84-lə də 7 gedir. 7-yə gedir, 7-yə gedir. Bu 7-yə gedir 12 dəfə. Sonra 3-ü 12-yə vuranda 36. Olmuş olacaq. Digərləri də bu şəkildə olur. Gəldik 31-ciyə. Bax, burada məsələ nəyə baxacaq? 15 faizi ilə 5 faizinin fərqi. Fərq deyəndə yadımıza nə düşür? Birinci onu. Fərq deyəndə yadımıza çıxma düşür. Ona görə də mən 15 faizi ilə 5-in faizini çıxacağım bir-birlərinə. Yazıram burada. 15 faizi ilə 5 faizinin fərqi elədir 10. Bu elədir 10. İndi bura mənə daşı lazımdır. 10 faizinə nə deyəcəyəm? Özü deyir ki, 10 faizi 20 olan. 20 olan ədədin 30 faizini tap. 30 faizinə də deyəcəyəm x. X-in dostu yenə çarpaz gedəndə 10 eləyir. Atacağım məxrəcə. 30-u da vuracağım nəyə? 20-yə. 20 ilə 10 getdi 2 dəfə. 30-u 20-yə vuranda eləyir 60. Deməli, bunun cavabı elədir 60. Məsələn, eynən burada da belədir. 22 ilə 4-ün fərqidir yenə faizini. 22 faizi ilə 4-ün faizini. 22-dən 4-ü çıxanda, qoy burada cavabı yazım, sonra gedim orada bir dəfə eləyim. 18 faiz eləyir. Hə, onda buradan belə çıxır ki, 18 faizi, bunu silim onda. Bu, gördünüzdür, bu necə olur? Deməli, buradan belə çıxır ki, 18 faizi 81-dir. 18 faizinə 81-dir. Bu faizdir. 81. 25 faizini tapmağımızı istəyir. 25 faizinə də deyəcəyəm x. Yenə də çarpaz gedəcək. X-in dostu 18-dir. Məxrəcə 81 vurulsun 25-ə. 81 ilə 18 gedir. Hər ikisi 9-a. 2 dəfə, bu 9 dəfə. Sonra 9-u 25-ə vuranda 225 bölünsün 2. 225-i də 2-yə böləndə baxa görəm neçə olacaq? 112 tamam. 112 tamam da 5. Hazır. Gəldik 32-yə. Ümid edirəm bu aydın oldu. Bir dənə qaldı seçsin 31-də. Onu da ümid edirəm səhv yazmazsınız. Gəldik. Qoy belə gedim. Bunları silim yenə bizə qoy. Boş yer qalsın ki, bilsin yazmaq. Baxın. İndi A ədədinin 76 faizi deyir bizə. Bir A ədədinin 76 faizini tapanda biz bunu vururuq. Deyək ki, %76. İstəsiniz, sıfırdan %76 da yaza bilərsiniz. O, daha rahat necədirsə elə yazın. Sonra ədədinin üzərinə deyir 48 əlavə etdikdə, əlavə etdikdə bilirsiniz toplanma deməkdir. Və 800-ünü, yəni 800-ü vuracağam. Qoy bunu belə yazım, yerləşdirə bilmədim bura. Qoy biraz bu yana göndər.
Deməli, alınacaq 800-ün 25%. Yəni, mən də burada yazacağam. 800 vurulsun 25-ə. Səliqəsiz yazım, o 0 oxşamadı. Deməli, yazmaq istəməli, düzəldim. 800-ün 25%-ni tapanda, yəni %25-ə vuracaq. Gəldik. 0 bunu apardı. Bu 0 bunu apardı. Düzdür. Burada nə qaldı? A vurulsun %76 ilə işim yoxdur. 8-i vuracağım 25-ə. 8-i 25-ə vuranda eləyir 200. 48 burada müsbət idi axı. Bunu da göndərəcəm bu bir tərəfə. Bərabərin bu yanına keçdiyinə görə işarəsini dəyişdim. Mənfi 48 elədim. Yəni burada A vurulsun %76 ilə işim yoxdur. 200-dən 48-i çıxanda 152 eləyir. Biz demişdik ki, hərfin dostunun elə bil ki, bu yana çevirirəmsə tərsinə yazılmalıdır. Onda A bərabər olacaq. 152 vurulsun. 76 düşəcək aşağıya. 100 çıxacaq yuxarıya. 152 ilə 76 gedir. Bu 76-ya gedir 2 dəfə, bu gedir 1 dəfə. 2-ni 100-ə vuranda eləyəcək 200. Deməli, A 200 imiş. Hansıdır? Bunun cavabı elədir 200. Digəri də belədir. Yenə də 85%-ni deyəcək sənə. Bir dənə də bunu yazım. Bir dənə də yazım bunu. Ümid edirəm bu aydın oldu sizə. Deyir ki, bizə görə hansı ədəddir? B ədədinin 85%-dir. Yaxşı. B ədədinin 85% dediyinə görə burada yazacağım onda, qoy bunu rəngini dəyişim ki, digərinə qatışmasın. Silmədim onu. Deməli, bizə deyir ki, B ədədinin 85%. B-ni vuracağım %85-ə. Və üstünə 45% deyir. 45 əlavə etsəm, yəni ədəd olaraq 45 əlavə etsəm. Alacağım 2500-ün 12%. Yəni 2500-ü vuracağım %12. Qoy bu biri tərəfi silim artıq. Vuracağım %12. Yenə də gördüyünüz kimi 100 ilə 2500 ixtisar gedir. Bir də elementar səhvlərə yol verə bilirəm, yəni toplama çıxmada. Yəni fikir bildirə bilərsiniz. Olur bəzən, adam sualı tam oxumur, ya nəsə olur. Diqqətsiz davranıram bəzən. Deməli, gəldik. Sıfırlar ixtisar getdi bundan. Burada qaldı yenə də B vurulsun, bu %85 ilə işim hələ ki yoxdur. Bərabərdir. 45-i o yana göndərəcəyəm, yəni mənfi 45 yazacağım hələ. 25-i 12-yə vuram. 25-i 12-yə vuranda elə bilirəm 300 eləyir. Yoxlayım bir dənə. 300 eləyir. Sonra 300-dən 45-i çıxacağam. Görə 300-dən 45-i çıxanda neçə eləyir? 255 eləyir. Onda B bərabər olacaq. 255 burada olan ədədin bu yana çevirəndə tərsəsinə yazacaq. 85-də 100. Görüm, məncə bunlar ixtisar tam-tamına gedirlər. 3-ə vursam bunu 15 bir yerdə getdi. Deməli, 85-ə bölünür bir dəfə, 85-ə bölünür 3 dəfə. Bu da elədir cavab 300. Hazır olmuş oldu. Digəri bir dənə qaldı, onda sizin olsun. Gəldik 34-cü suala. Deyir ki, bizə əmtənin əvvəlcə qiyməti 10% azaltılır. Əmtənin qiymətini bilmirəm. Həmişə yerinə 100 yazacağım. Niyə? Çünki tam faiz 100-dür axı. Daha rahatdır da onu tapmaq. 10% azaltdılarsa, deməli 110 azaldılar axı. Yəni azaltma demək çıxmaydı da, ona görə burada olacaq %90. Vurulsun. Deyir ki, 20 artırdılar. Onda 20 artarsa %120 olacaq. Bildiyimiz qayda ilə 100 ilə 100 getdi. Bu 0 bunu, bu da bunu apardı. Və sonda cavab oldu 9-u 12-yə vuranda 108. Baxın, mən ədədə 100 vermişdim. Sonda aldığım cavab 108 oldu. Gördüyünüz kimi 8% artıb da. Yəni 108-dən 100-ü çıxanda eləyir 8%. Yəni əmtənin qiyməti necə dəyişdi dediyinə görə necə dəyişdi? 8% artdı.
Digərini paltonun qiymətində də eynən belə eləyəcəm. Məsələn, parçanı kəsdilərdə də, kəsəndə bilirsiniz də azalma baş verir. Onda yazacağım burada. Yenə 100 yazacağım. Çünki ki, parçanı 100 metr kimi düşünürəm. Əgər mən bu parçadan 40%-ni kəsmişəmsə 60% qaldı. Sonra yenə gedib 20%-ni kəsmişəmsə həmin o faiz hissi olaraq 80% qaldı. 100 bu 100 getdi. Bu 0 bunu. Bu 0 da bunu apardı. 6-nı 8-ə vuranda eləyir 48. Neçə faizi kəsildi? Mən bu qaldını tapmışam. Gördüyünüz kimi bu qaldıdır. Nə qədər kəsildi? 100-dən çıxacağım 48-i, eləyəcək 52%-in kəsildi. Yığdı da belədir, bahalaşdı, bilirsiniz, üstə gəlmədi. Hamısı bu şəkildə tapılacaq. Gəldik 35-ci çalışmaya. Ədədi 40% artırdılar. Mən bu ədəd bilmirəm nədir. Yəni ədədi 100 düşünürəm də tutaq ki. Ədədi 100 düşünsəm, 40% artsa olacaq 140. Elədir, 100 düşündüm, yəni onun yerinə. Oldu 140. İndi deyir, yenə təzədən azaltmaq istəyir də. İstəyir ki, azaltsın, təzədən həmin faiz alınsın, 100 alınsın da deyir. Nə qədər azaltmaq lazım? 140-a deyəcəm 100%. Mən bayaqları ədədi nə qədər artırmışdım? 40 artırmamışdım. Bu artırdığım 40-ı da qoyuram bura. Bir də çıxmayım da axırda. Əvvəlcədən çıxdım. Elə bir ki, istəyir ki, 100 olsun. 100 olmasını istəyirsə 40%, yəni 140-dan 100-ə çıxsam 40 eləyəcək. Ona görə də elə burada 40-ın özünü yazdım. Bu da x. Yoxsa əks halda eləsəm 100-ü yazsaydım bir də çıxmalı olacaqdım. Özümə əziyyət vermədim. X-in dostu 140 bura. 40-ı da vuracağam 100-ə. 40 ilə 140 gedəcək. İxtisar. Deyək ki, 20-yə gedir. 7 dəfə 20-yə gedir 2 dəfə. Cavab eləyəcək 2-də, 7-də 200. Qaldı beləncə. Yəni istəsiniz daha çoxusu çevirə bilərsiniz. 28 tam 7-də 4 şəklində də yaza bilərsiniz. Yenə də belədir bax. Ədədi 20% artırsam, ya da azaltsam, bu da artırsam bildinizdə 120 yazacağam, 20% tapacağam. Çünki 20 artı baxın. 20-yə. Bax, buna faiz olaraq baxmıram artıq. Ədəd olaraq baxıram. Ona görə mən 40 ədəd kimi gördüm. Ədədi özüm düşündüm. Mənə verməyib bax ədəd. O bir dənə də bundan yazım. Ədədi özüm düşündüm. Ona görə yəni deyirsiniz müəllimə faizin altında yazılmalı idi. Bəli, o fikir doğrudur. Faizin altında. Mən ona ədəd gözü ilə baxdım. Deməli, bax yenə də ədədi 20% azaltdılar. 20 azaltsalar 80 olacaq. Elədir. Yəni mən 100% düşündüm, 100 düşündüm də bu ədədi. 100 ədədin 20% azaltsam 80 olacaq. Bunu ədəd kimi gördüm. İndi 80-ə deyirəm 100%. Çünki bunu artırmaq istəyirəm də. Nə qədər dəyişim olmuşdu? 20 ədəd kimi. Baxıram yenə buna. X-i burada yazın. X-in dostu 80 məxrəcə. 100-ü də vuracağam 20-yə. 20 ilə 80 getdi 4 dəfə. 100-ü də 4-ə bölsəm 25. Deməli, bu ədədlər arasında 25%, daha doğrusu neçə faiz artırmaq lazımdır ki, əvvəlki ədəd hansı 25% artırsam, həmin ədəd alınmış olacaq. Bu da bu şəkildə olacaq. 36 eynən oxşayır 34-ə. 34 qaydası ilə yazacaq belə bunu. 34-dəki kimi. Deməli, düzbucaqlı, bunu belə deyim, düşünün də, düzbucaqlının sahəsi S bərabərdir A vur B. Mən də bu deyirəm ki, bunun sahəsi 100-dür. Bunun sahəsi əgər 100-dürsə, ki, belə düşünək də. Deməli, eni də AB-dir. A ilə B yazmayacağım, bir də özümü yormuram. Enin 30% artırdılar. Onda 130 olacaq. 100-dən 130 olacaq. Vurulsun. Uzunluğun 30% azaltdılar. Onda bu da olacaq 100-dən 70. Çünki 30 azaldılar. 100-lər yenə getdilər. Bu 0 buna, bu 0 da buna apardı. 13-ü 7-yə vuranda eləyir 91. Bax, sahə necə dəyişdi? Mən sahəyə əvvəl 100 verməmişdim. Sonda da 91 aldım. Nə qədər dəyişim oldu? Baxıram görürəm 9% azaldı. 100 idi axı. Amma 91 oldu. Ona görə 9% azalar deyəcəm. Azalar artar sözü də hökmən yazılmalıdır. Digərləri də ilə belə. Gəldik bu kvadrat məsələsinə. Kvadratın sahəsi də A vur A kimi tapılırdı. Yəni A-nın kvadratı kimi. Yəni sahə belə tapılır. A vur A. A-nın kvadratı. Bilirsiniz ki, S bərabərdir. A vur A deyəcəm burada da. Onda yazıram mən də. Yəni kvadratın sahəsinə 100 deyirəm. 2 dəfə artırmaq demək, yəni 2-yə vurmaq deməkdir. Yenə də 2-də nə olur axı? Hər aya görə bir dənə 2 yazdım. Çünki 2 dəfə vuracam. Eləyəcək 400. 100 vermişdim axı. 400 oldu. Nə qədər dəyişim baş verib? Necə dəyişdi sualım verir mənə?
400-dən 100-ü çıxanda deyəcəyəm ki, 300% artım baş verib burada. Eynən 1,5 də belədir, digəri də bu şəkildə olmuş olacaq. Gəldik 37. Burada biraz şəkil bulanıq düşüb. Deməli, iki natural ədədin birinin 20%-i digərinin 30%-nə bərabərdir. Bu ədədlərin fərqi, fərq deyəndə çıxmadı, bu da 30-dur. Bu ədədlərin fərqi 30-dur. Bax, bunun ən qəşəng yolu deyə düşünürəm, yenə bu mənim öz fikrimdir. 20 ilə 30-u ixtisar aparıram, burada qalır 2, yanına bir dənə k atıram. 10-a gedir, burada qalır 3, yanına bir dənə k atıram. Bu ədədlərin fərqi dediyinə görə, fərq də bildiyiniz kimi çıxmadı. 3k-dan çıxacağım 2k-nı bərabər eləyirəm 30-a. Çıxsam bunları bir-birindən k qalır. K bərabərdir 30-a. K 30-dursa, onda məndən nə istəyir? Baxıram, böyük ədəd istəyir. Böyük ədəd 2k olar, yoxsa 3k? Təbii ki, 3 olar. 3-ü vuracağım 30-a, cavab hazırdır 90. Birdən kiçiyi istəsəydi, 2-ni 30-a vurardım, 60 hazırdır. Baxın, önəmli məsələ, bunu ixtisardan önəmli məsələ. Burada onun nə verdiyidir. Fərq verdiyinə görə fərq yazacağım. Məsələn, burada cəm deyir. Bax, cəm. Onda yenə 40 ilə 20 ixtisar gedir. Hər ikisi 20-yə gedir. Bu oldu 2k. Bu 1k olur. K yazdım yerinə. Bu ədədlərin cəmin. Onda ikincisi budur. Onda mən nə edəcəm? 2k-nın üzərinə k-nı gəlsəm, eləməlidir 40. Bağışlayın, 40 deyil, 180-dir. Eləməlidir 180. Elədir. Çünki özü mənə deyir bu şərti. O şərti orada çox önəmlidir. Eləməlidir 180. İndi toplasam bunları 3k nəyə bərabərdir? 180. K nəyə bərabərdir? 180-da hər tərəfi 3-ə bölsəm 60-a. K 60-dır. Yenə baxıram, görüm nə istəyir? Kiçik ədədi. Kiçik ədəd 1k-dır da, yəni 60 hazırdır. Yenə deyirəm, böyük ədədi istəsəydi 2-ni 60-a vurardım 120. Yenə deyirəm, bu ixtisardan da önəmli olan hissəsi cəminin nəyə bərabər olmasıdır. Cəmindidir, fərqindidir. Biz onlara fikir verməliyik. Qoy burada bir dənə 5 biraz fərqlidir. Diqqətli olmaq lazımdır. Suala axıra qədər baxmaq lazımdır ki, nə verib bizə. Yenə də deyir 30 ilə 40. Yaxşıca yenə də ixtisar eləyək. Burada 4k olacaq. Ona gedir, burada 3k olacaq. İndi baxıram, yenə cəmin dediyinə görə, onda mən 4k üstə gəlsin 3k bərabərdir deyəcəm 210-dur. Topladım elədi 7k bərabərdir 210. Hər tərəfi 7-yə bölsəm k bərabərdir 30-a. Tapdım buradan k-nın 30 olmasın. İndi baxa görə bizdən nə istəyir? Kiçik ədədi. Yəni 3-ü vuracağım 30-a 90. Çünki k-nı burada 30 tapmışam deyə. Baxın burada, amma burada biraz fərqlidir. Böyük ədədi deyəcək bax. İxtisar getdilər. Burada qaldı 3k. Burada getdi ixtisar qaldı burada 2k. Böyük ədəd 18-dir. Bax, böyük ədəd deyir 18-dir. Baxıram 3 böyükdür, yoxsa 2k? Təbii ki, 3k böyükdür. Çünki böyük ədəd danışır burada. 3k bərabərdir 18-ə. K bərabərdir hər tərəfi 3-ə bölsəm 6-ya. K-nı 6 tapdım. Amma fikir ver, burada məndən kiçik ədədi soruşur. 2-ni vuracağam 6-ya. Deməli, kiçik ədəd 12-dir. Yenə də deyirəm, sonda istəyə baxın ki, görün nə verir. Burada mənə nə vermişdi? Böyük ədədi 18 demişdi deyə, mən də böyük ədədi 18 dedim. Baxın, burada da böyük ədədə 16 deyib. Burada isə kiçik ədədə 50 deyib. Onda bax, ixtisar gedəcəklər 5-ə. Olacaq 5. 5-ə getsə 8. Bu 5k-dır. Bu da 8k-dır. Deyir ki, kiçik ədəd 50-dir. Mən də baxıram kiçik hansıdır? 8 böyüdür yoxsa kiçikdir, yoxsa 5 kiçikdir? Təbii ki, 5 kiçikdir. Çünki müsbət ədədlərdir. Özdə əvvəldə də vurğulayıb ki, bunlar müsbətdir. 5k-ya bərabərdir 50 deyəcəyəm. K bərabər olacaq 10-a. İndi böyük ədədi tapmaq üçün nə edəcəm? 8-i 10-a vuracağam. 80. Bu da bu şəkildə tapılacaq. Gəldik 38-ci suala. Burada bizdən nə deyir? A ədədi, bax, görürsünüz, birinci A gəldi. A ədədi B ədədinin 60% azdır. 60 azdırsa, onda deməli 40-dır da. Doldu 100%. 40 ilə 100 ixtisar gedir. Belə çıxır ki, bu 20-yə gedir 2 dəfə, bu da gedir 20-yə 5 dəfə. Onda belə çıxır ki, A bərabərdir 2-yə, B bərabərdir 5-ə. Çünki bu bunda yuxarıdadır, bu da surətdədir. Bunu belə də yaza bilərəm. Bunun başqa cür yolu var, onu da deyəcəm yazmağa. Mən onda belə çıxır ki, burada A 2-dir, B də 5-dir. Gəlirəm davamda. B ədədi, yəni birinci yuxarıda B yazılmalıdır da, elədir. B ədədi A ədədindən neçə faiz çoxdur? B ədədi A ədədindən faiz olaraq bilmirik, amma
Ədəd olaraq nə qədər çoxdur bilirəm. Nə qədər çoxdur? Məsələn, deyərəm ki, 5-dən, məsələn, B ədədi A-dan nə qədər çoxdur? 5-dən 2-ni çıxanda deyəcək 3. Dən şəkilsi olduğuna görə. Deməli, A ədədindən dən şəkilsi A-dadır, ona görə A 2 idi, yazdım aşağıda. 5-dən də 2-ni çıxdım, 3-ü də yazdım yuxarıda. Bunu da vuracağım nəyə? 100-ə. 100 ilə 2 getdi 50 dəfə. 50-ni də vuracağam 3 eləyəcək 150. Deməli 150 faiz çoxdur. Bu cür də yaza bilərəm. Bax bu cürdür. Hətta belə də yaza bilərdim siz üçün. Bura qədər dəyişməyəcəkdi bax. Bura qədər dəyişməyəcəkdi. İndi hansı xoşuna gəldi ondan istifadə. Birinci bunu tapacaqdım. Bu öz yerində elə tapılacaq. Sonra gəldi nə edəcəkdi bax. Cümləni dəyişib. B-nin bax burada A-nın B-yə demişdi. Birinci A-nı yazdım, B-ni. Yəni surətdə A-nı yazdım, məxrəcdə B-ni. Burada B-nin A-ya deyib. Onda belə çıxır ki, B yuxarıda olacaq, A aşağıda. B-nin qiyməti nədir? 5. A-nın qiyməti nədir? 2 yazdık bura. Vurulacaq 100-ə. Yəni həm də bunlar tərsəsinə çevrildi də deyə bilərik. 100 ilə 2 getdi 50 dəfə. 5-i 50-yə vuranda 250 eləyəcək. Yəni B ədədi 250% çoxdur. 250-dir daha doğrusu təşkil edir. Bu 250-sini təşkil edir. Faiz çoxdur dediyinə görə 250-dən çıxacağam 100-ü, yenə də tapacağam 150. Yəni bir dənə də bunlar ayrı yollardalar. Belə də yazsam doğru olacaq. Bir var əvvəldə çıxın ədədləri sonra tapın. İstəyirsən axırda faizləri çıx, yenə də yaza bilərsən. Gəldi indi 39-a. 39-da bizdən nə istəyir? 39-da bizə deyir ki, B-nin 20%, yəni B-ni vuracağam %20-yə bərabər olacaq. A-nı vuracağam, onun 40%-nə bərabərdir. %40-a. Bərabərin bu yanında olan məxrəclə məxrəc ixtisar gedə bilər. Niyə? Çünki çarpaz vursan bu 100 gəlib bura çıxacaq, 100-lər gedəcəklər. 20 ilə də 40 ixtisar gedə bilər. Niyə? Bu çarpaz vursam 20 gəlib bunun məxrəcinə düşəcək, yenə gedəcək. 20 ilə, bax 100 ilə 100 getdi bir dəfə, bir dəfə. 20 ilə 40 getdi bu bir dəfə, bu iki dəfə. Deməli, oldu 1B bərabər oldu 2A-ya. Biz də demişdik ki, B-nin payı A-da, A-nın payı da B-də olur. Onda deməli, belə çıxır ki, A 1-ə, B də 2-yə bərabərdir. Gəlirəm, burada yerinə qoyuram da. 3 bax, burada nə var? 3 vurulsun B, B 2-dir. Yazdım burada 2-ni. Vurmadı aralarında. Sonra A nədir 1? Vurulsun, burada da 1-dir. Sonra 2-lər ixtisar gedər o zaman. Nə qaldı cavab? 3 məxrəcdə 1-dir deyə 1-i də nəzərə almırıq. Bitdi, hazırdır. Bu da belə şəkildə olacaq. Məsələn, bir dənə buradan qoy 4-cünü də deyim. Məsələn, C ədədinin 40%, yəni %40 yazacaq. Bərabər olacaq B ədədinin 50%-nə, yəni %50 yazacaq. 100-lər gedəcək bir dəfə, 100-ə gedib bir dəfə. Yəni bunları apardım ixtisar bir-birlərinə. Çünki çarpaz vuranda bayaq dediyim kimi. Belə 10-a gedir 5 dəfə, 10-a gedir 4 dəfə. Onda burada qalıb 4C bərabərdir 5B-yə. Biz də demişdik C-nin payı B-də, B-nin payı da C-dədir. Onda belə çıxır ki, C 5-ə bərabərdir. Burada C vurulsun 5 yazacağım C-nin yerinə. B-nin də yerinə vurulsun 4 yazacağım. Sonra 2 ilə 4 ixtisar gedir 2 dəfə. Başqa heç bir şey də getmədiyinə görə 3-ü 2-yə vuraram. Burada 2 var idi. Onda cavab olacaq. 3-ü 2-yə vuranda 6. Burada 1 qaldı. Çünki bu ixtisar gedir. Burada da 5. Cavab elə də 6-da 5 olmuş olacaq. Gəldik 40-cıya. 40-cı çalışmada nə deyir bizə? Ədədi 5 dəfə azalanda neçə faiz azalır? Bilmirəm axı mənə ədəd verməyib. Verməyib daha yaxşı. Mən də onun yerinə 100 yazaram. Bunu 5 dəfə azaltmaq demək, yəni 5-ə bölmək demək. Neçə eləyəcək 5-ə bölsəm 20? 100 vermişdim, 20% oldu. Nə qədər azaldı? O zaman, yəni 100 ədədi vermişdim, 20 oldu. Yəni faiz olaraq da eyni şeydir. Çünki 100-ün 20% ilə 20-dir. Nə qədər azalmış oldu? Yəni 80. 100-dən çıxacağam 20-ni, daha doğrusu 20-ni elədi 80 hazır. Burada da belə, məsələn, 10 deyərsən, 10-a böləcəksən, sonra nə qədər azaldığını görəcəksən. Gəldik, burada da, qoy buna da bir dəfədir, qoy 4-cüsünə də baxın. 100 verirəm yenə də ədədə, 25 dəfə azaldısa, deməli 100-ü böləcəm 25-ə. Dəfə azaldı, bölmədi.
100'ü 25'e böləndə 4 elədi. 100 vermişdim, 4 ədədini aldım. O zaman 100'dən 4'ü çıxacağam, 96% azalıb deyə biləcəm. Gəldik. Birdən 80% olaraq versən. Məsələn, yenə 100% deyəcəm, yəni 100 olaraq. Ədəd olar 80%, elə 80 olacaqdı. 80'i çıxacağam. Eləyəcək 20. 100 demişdim, 20 oldu. Neçə dəfə deyir azaldı. Dəfədə bilirsiniz də bölmədi. Sonra da 100'ü böləcəyim 20'yə. Burada iş tərsə getdi. Burada əvvəl bölürdüm, sonra çıxırdım. Faiz olanda isə əvvəl çıxıb sonra bölürəm. 100'ü 20'yə böləndə 5. Deməli 5 dəfə azalır. Gəldik 41-ci suala. Plana görə usta 80 detal hazırlamalı idi. Deməli, plan demişdik ki, 100%'dir. Plan 100%'dir. Amma usta zirək çıxıb 120 detal hazırlayıb. Daha doğrusu 120% hazırlayıb. O zaman x'i tapacağıq burada. Yəni, faizin altında olmalıdır. X bərabərdir. X'in dostu 100'dür, atdığı məxrəcə. 80 vurulsun 120'yə. 0 apardı bunu, bu 0 da bunu apardı. 12'ni 8'ə vuranda neçə eləyib? 96. Deməli, usta 96 dənə detal hazırlayıb. Bax, indi burada isə fərqli deyir bizə. Burada deyir ki, qarışdırıb sualları ki, siz tapasınız. Deyir ki, tornacı 200 detal hazırladı ki, 80 deməkdir. Yəni, 200'ə deyəcəksən 80%. Çünki özü deyir, bax, cümləyə. Yönləndirdi məni də, cavabı özü verdi də, mən nəyə yoxlayacağım. Deyir ki, tornacı 200 detal hazırladı ki, bu da 80%'dir. Deməli, 200'ə 80 deyəcəm. Bu əlavələri silim. Buradan davamı yazılır. Yazay bu ikincini də yazım sizin ki. Deməli. Yenə də sualı bir dəfə də deyəcəm. 200 detal hazırladı ki, bu da 80'dir. Deməli, mən 200'ə burada deyəcəyəm 80%. Bilirsiniz ki, faizin altında yazılmalıdır. Başqa yer yoxdur. X də burada. X'in dostu 80'də atdım məxrəcə. Çünki çarpaz gedəndə belədir. 80 atdım məxrəcə. 200'ü də vururam 100'ə. 20'yə gedir, 20'yə gedir. 4 dəfə. 20'yə gedir 5 dəfə. 200'dən də 4 ixtisar gedir. Bu da 50 dəfə. 50'ni 5'ə vuranda eləyəcək 250. Deməli, tornacı 250 detal hazırlamalıdır, yəni plana görə. Plana görə 250 detal hazırlamalı. Sonra davamına baxaq. Yenə də deyirəm, elementar səhvlər bəzən sualı ya axıra qədər oxumama ola bilir məndə. Bildirəsiniz də mənə hökmənçi müəllimə, məsələn, bunu axıra qədər demək. Gəldik məhlul məsələlərin. Gəldik. Birinci sizə bir dənə belə bir söz deyim. Məhlul nədir? Nə baş verir məhlul alınır? Məsələn, mənim əlimdə su var, su. Bir qabda da mənim əlimdə duz var, duz, şəkər, fərq eləmir, spirt. Bunların hamısı var. Bu əlimdə duz, spirt, şəkərin nə var? Bu da su var. Bunların ayrı-ayrı da hər biri ayrı-ayrı yəni ayrılıqda ayrı-ayrı heç bir məhlul sayılmırlar. Bunu məhlul eləmək üçün mən bunları bir-birlərinə qatışdıraram sağ olacaq. Yəni, bax, 24 kiloqram su var, saf su, heç bir şey qatışdırılmayıb. 6 kiloqram da duz var. Nə bu məhluldur, nə bu. İndi mən məhlul yaratmaq istəyirəmsə, yəni neynəməliyəm? Onda mən məhlul yaratmaq istəyirəmsə, gərək ən əvvəl bunları götürüm bir-birlərinə qarışdırım. İndi düşünün ki, mən bir dənə qabın içində 24 kiloqram duz var burada, su var daha doğrusu. Burada da 6 kiloqram duz var. Mən məhlul yaratsam, bunlar toplanacaqlar. Yəni məxrəcdə olacaq 30 kiloqram məhlul olmuş oldu. İndi məhlul oldu. Niyə? Mən qatışdırdım deyə. Ondan qabaq məhlul deyildi. Hə, indi məhlulun faiz dərəcə ölçüsündə duz, şəkər, bunlar qərar verirlər nə qədərdir. Ona görə də 6 yazılır. İndi burada duzdur da. İndi spirt olsaydı spirt yazardım. Burada məsələn şəkərdir, şəkər yazardım. Burada yoddur yazar. Su onun faiz dərəcəsini təyin eləmir. Sudan başqa deyək ki, hər şey təyin edir. Sonra bunu da vuracağım 100-ə. 6 ilə 30 ixtisar gedir 5 dəfə, bu bir dəfə. 100'ü də 5'ə böləndə eləyəcək 20. Yəni 20% oldu.
Mesela burada da indi. Bu birincisiydi. İkincisinde 30 kiloqram su var, 8 kiloqram şəkər var. Mən məhlul yaratmaq istəyirəmsə, ən əvvəl bunları toplamalıyam. 32-nin üstünə məhlulu yaratmalıyam. Əvvəl 8-i gəlməliyəm. Elədi 40. Hə, indi məhlul oldu bu. Qatışdırdım çünki bunları. 40%, daha doğrusu 40 kiloqram məhlul var. 8 kiloqram şəkər var. 8-i yuxarıda yazacağam. Bunu da vuracağım 100-ə. Çünki faizi tapmaq üçün 100-ə vurur. Yenə bununla bu ixtisar çəkdi. 5 dəfə 100 ilə 5-in ixtisar çəkdi. 20 dəfə. Deməli 20% nə var burada? Məhlul olacaq. Eynən digəri də bu şəkildə olmuş olur. Gəldik. İndi burada isə deyir ki, 40 kiloqram məhlul. Bax, suyu verməyib ki mənə. Elə deyir ki, məhlulun özünü verib. Su deməyib ki buna. Ona görə burada 40-ın özünü yazacağam məxrəcdə. Çünki özü qarışdırıb, hazırdır. 12 kiloqram duz verib. 12 kiloqram duz yazdım yuxarıda. Yenə də faizini soruşur məndən. Yenə 100-ə vuracağam. 12 ilə 40 gedir ixtisar 4-ə 10 dəfə, 4-ə gedir 3 dəfə, 100 ilə 10 gedir 10 dəfə, onu da 3-ə vuranda 30. Deməli 30% məhlul var. Yəni 30%-in duz təşkil edir. Təşkil edən hissəsi sudan başqa digər olan hissəsi məsələn burada yod 24, 60 kiloqram yenə məhlulun özüdür, qatışdırılıb, hazırdır. Məsələn, burada əgər 24 kiloqram yod varsa, su tərkibini tapmaq üçün 60-dan 24-ü çıxaram, bilərəm ki, burada nə qədər su var. Hə. Yenə də eyni qayda ilə yazacağam. Məhlul dərəcəsi, yəni məhlulun çəkisi daha doğrusu aşağıda. Yod 24, burada yenə vuracağam 100-ə. 24 ilə 60 ixtisar gedir. 12-yə gedir 2 dəfə, 12-yə gedir 5 dəfə. 100 ilə də 5 getdi 20 dəfə. 20-ni 2-yə vuranda neçə eləyir? 40. Deməli 40% olmuş oldu burada. Gəldik. Yəni məhlul məsələləri bu şəkildə tapılır. Gəldik 44-ə. 44-də bunu bəzən deyirəm ki, belə biraz ləyən formasında çəkiləndə daha faydalı olur ki, belə bu şəkildə. Bax 20%li bacardığınız qədər bu faizi aşağıda yazın 4 litr yuxarıda yazıldı. Üstə gəlsin mən qatışdıracağam axı digərinə. 4%li əlavə eləyib qatışdırmağınızı istəyir. 4%li faiz yenə aşağıda 10 litr yuxarıda. Qatışdırsam bunları əgər, mən bunların faiz ölçüsünü deyə bilmərəm. Amma nə deyə bilərəm mən? Faiz ölçülərini toplaya bilmərəm burada məhlul, deyə bilmərəm. Amma ölçüləri toplaya bilərəm. Mən bir dənə qaba 4 litr su tökdüm, sonra da getdim 10 litr su tökdüm. Sən deyərsən ki, müəllim 14 litr su tökmüsən də. Amma faiz ölçüsü mənə məlum deyil. Və nə edəcəyəm? Sonra da burada bunu buna vururlar. Yəni 4-ü 20-yə vururam, eləyəcək 80. Üstünə gəlirəm. Onu 4-ə vururam, eləyir 40. Bərabərdir. 14-ü də vuracağım x-ə eləyəcək 14x. Toplayıram burada 120 bərabərdir 14x-ə. X-in dostu biz demişdik ki, həmişə hara düşür? Məxrəcə. 120 də surətdə. İxtisar gedirlər hər ikisi 7 dəfə, bu da 60 dəfə. İstəsiz bunu qarışıq ədədə çevirəsiz. Çevirsiz daha faydalıdır. Çünki mən kitabda çevirərək yazmışam. Sonra qalarsınız belə ki, cavab doğru çıxmaz. Gəldim ikinciyə. Bax, ikincisini də eynən bu şəkildə çəkəcəyəm. İkincisini də eynən bu şəkildə çəkəcəyəm ki, qoy bunu balacalaşdırım, yer olsun yazmağa mənim üçün. Yaza bilmədim ona görə. İndi gəldim ikincisini oxuyuram sizin burada. Burada nə deyir bizə? Deyir ki, 5%li. Qoy, bunda əlavələri silin. İkincisində də. Biraz qarışdırdım aləmlə bir-birinə. Davamını gətirirəm. Bu beləsinə çəkib məhlul məsələləri, burada elə bir ki, 6-cı sinif məhlul məsələsi də var, 8-ci sinif məsələsi də var. Ona görə də bunu çəkərək yazanda daha rahat olur ki, qarışdırmırıq məhlul məsələləri. Hesabım, yəni yenə deyirəm, mənim şəxsi fikrimdir, düşünürəm ki, belə daha asandır. İndi ikinciyə yenə baxın, 5%li. Ona görə yenə çəkəcəyəm burada. 5%li yazdım aşağıda, 30 litr yazdım yuxarıda. Litrdir də. Litri ölçünü yuxarı faizi aşağıda yazıram. 10%li yenə 10%i yazdım aşağıda. 20 litr bərabərdir. Tökürəm bir dənə qaba, bunları qarışdırıram daha böyük qaba. Yenə də deyirəm, faiz ölçüləri toplanmır.
Amma mən bir dənə qaba 30 litr su tökmüşəm, sonra gedib 20 litr tökmüşəm. Sən deyirsən ki, müəllimə, sən bu qabda 50 litr su, yəni məhlul tökmüş olursan. Yenə bu qayda ilə bu elə bil ki, belə deyim də, vedrənin yuxarısında olan aşağısında olana vurulur 150. Üstə gəlsin. 20-ni vururam 10-a eləyir 200. Bərabərdə 50-ni vururam x-ə eləyir 50x. Toplasam bunları eləyəcək 350 bərabərdir 50x-ə. Hər tərəfi də 50-yə bölsəm, ya da x-in dostu bilirsiniz ki, 50 məxrəcə düşür. Yuxarıda da 350. Sıfırları göndərim, 35-i 5-ə böləndə 7 dəfə. Hazır olmuş olacaq. Gəldik digər 45-ciyə. Digəri də belədir. İndi 45-də də eynisidir. Sadəcə almaq üçün. Biraz bunu yenə bu şəkildə çəkəcəm, bu formada yazacağam. Sadəcə burada bir dənə olan bir şey var ki, onlara diqqət eləməyinizi istəyəcəyəm sizdən. Biz bayaqları dedik ki, məhlulu duz, şəkər, spirt, bunlar təyin edirlər. Yəni, su təyin eləmir məhlulun dərəcəsini. Bir dənə bayaqçı dediyim elə burada da keçərli olacaq. İndi, yenə də, bax, birinci sual. Burada yenə qarışdırmağını istəyir. Əlavə etmək. Bax, bu əlavə etməkdir deyə toplama yazdım. Çəkdim yenə bunları. Bərabərdə 3-cü qabda qatışdıracağım bunlar. İndi 50%li spirt almaq istəyirəm. Almaq sonda olacaqdı. Yəni, mən bunu almaq istəyirəm də sonda. Çünki almaq istəyirəm, sonda olacaqdı. 80%li 40 litr. Faiz dedik ki, aşağıda yazar. Bunu yuxarıda yazsam bir şey dəyişər. Xeyr, amma çaşar idi. Ona görə örcəşdirəyənimiz ki, yuxarıda. Nə qədər su əlavə edəndə suyu əlavə edəcəm. Və su onun ölçüsünü təyin eləmir. Ona görə də suya həmişə 0% deyirlər. Su 0%. Ona görə də aşağıda su yazdım. İndi 0 yazdım orada. Çünki su 0% olur həmişə. İndi gəldik yuxarıdan burada nə yazacağıma. Mən bir dənə qaba 40 litr su tökmüşəm. Sonra da x litr, yəni bilmirəm nə qədər. Onda burada olur 40 üstəgəl x litr. Gəldik bayaqçı qayda. Amma burada 2 dənəsini həm buna vurmalıyam bu 50-ni, həm də buna. 80-i 40-a vuracağam. Eləyir 3200. Üstə gəlsin. X-i 0-a vursam eləyir 0. Gəldik bu biri tərəfə. 50-ni 40-a vursam eləyəcək 2000. 50-ni x-ə vursam eləyəcək 50x. Baxaya görə bu 0-da heç bir önəm daşımır onsuz. 50x-i saxlayıram, bu 2000-i göndərəcəyəm bu yana. 3200-dən 2000-i çıxacağım. Yəni 2000 keçdi bu yana çıxılacaq bunun. Onda 50 x bərabərdir. 3200-dən 2000-i çıxanda eləyəcək 1200. Hər tərəfi 50-yə bölsəm, yəni x-in dostu 50-dir axı, atdım məxrəcə. 1200-ü də yazdım burada. Sıfırlar getdi. 120-ni 5-ə böləndə eləyəcək 24. Deməli, mən bura 24 litr su əlavə eləməliyəm ki, alınmış olsun. Bir dənə də yazıram bununla ki, diqqətli olun. Bir dənə də yazıram bununla. Bunları qoy silim mən. Bunu bu yolla yazanda çaşdıramır. Yenə deyirəm, bu mənim şəxsi fikrimdir. Düşünürəm ki, bu cür yazılanda daha asan tapmaq olur faizi ki, nəinki təniyənə. Çünki o cür olanda daha fikrini qarışdıra bilər. Yenə də deyir mənə, qoy bu səfər 4-cüsünü yaz. Deyir, 30%li almaq üçün. Ona görə almaq üçün dediyinə görə bu almaq üçünü nə edirəm? Sonda yazacağım. Çünki sonda alacağım da. 30% yazdım bura. Bunu almaq istəyirəm. Gəl. 60%li 90 litr. 60%li 90 litr. Nə qədər su? Su deyəndə, yəni nə qədər bilmirəm, x yazdım və su da dedik ki 0%. Bəs yuxarıda nə yazacağım bunun yuxarısında? 90 üstəgəl x yazacağım. Niyə? Bu yuxarıda olan toplamında yazdım. Yenə də bunları buna vuracaq. 9-dan 6, 54 eləyir. Yanına 2, 0 gələcək. Üstə gəlsin 0-ı x-ə vuracağım. 0 eləyəcək. Bu 30 həm 90-a, həm də x-ə vurulmalıdır. 9-u 3-ə vuranda 27, yanına 2, 0. 30 üstə gəlsin 30. X-də yazdım burada. İndi 2700 yenə bunu nəzərə almıram. Gəldim yəni 2700-dən çıxacağam. 30x bərabərdir. 5400-dən 2700-ü çıxanda eləyir elə 2700. X-in dostum atdım məxrəcə 2700-ü.
Bölürəm 30-a. Sıfırlar getdi. 270-i 3-ə bölürəm. Yəni 27-ni 3-ə böləndə 9, yəni 90 litr su tökməli imişəm ki, bu 30% olmuş olacaq. 30%li olmuş olsun. Gəldik 46-ya. Baxın, indi bayaqdan su əlavə eləyirdim axı. İndi burada yod deyir əlavə elə. Nə qədər? Bax, nə qədər yod. Yod da bayaqları dedik ki, məhlulun əsas hissəsidir. Deməli, yod 100%dir. Suya 0%, yoda, duza, sonra spirtə, bunların hamısına e, nədir? 100% deyəcəyik. Çünki onunla təyin eləyirik biz e, məhlulun faiz ölçüsünü. Gəldik indi 46-dan danışmaya. Görək bizdə 46-nın birincisində. Almaq üçünü də həmişə axırda yazacağıq. Ona da fikir verəsiniz. Almaq üçün axıra düşəcək. İndi gəldik. 10 faizli 20 litr yod məhlulu. Bax, mənim əlimdə 10 faizli 20 litr yod məhlulu var. Deyir, nə qədər yod qatmaq lazımdır. Yəni, nə qədər yod bilmirəm ona görə. Amma dedik ki, yod, spirt, duz, bunlar hamısı 100%dir. Çünki məhlulun faizini o təyin edir. 40 faizli yod məhlulu alınsın. Alınsın da demişdik ki, axıra atacaq. İndi yuxarında nə yazacağım? Bu da litrdir, bu da litrdir. Elədir. O zaman 20 üstə gəlsin, x yazacağım yuxarıda. Yenə də eyni qaydadır. Bunu buna vuracağım. 20-ni 10-a vuranda 200. Üstə gəlsin. 100-ü x-ə vuranda 100x. 20-ni 40-a vuranda yəni 4-ü 2-yə vuranda 800. Sonra 40-ı x-ə vursam eləyəcək 40x. Bayaqları bir dənə x-i var idi, indi 2 dənə x-dir. Ona görə bu x-i göndərəcəyəm, yəni olacaq 100 x çıxılsın 40x bərabərdir. 800 öz yerindədir. 200-ü gətirirəm bu tərəfə, ona görə bu da işarəsini dəyişdim. 100-dən 40 çıxanda 60x, 800-dən 200-ü çıxanda 600. X-in dostu düşdü məxrəcə. Sonrası tənli idi də. Yəni, qura bildinsə, sonrası daha asandır. 60-ı 6-ya böləndə 10 hazırdır. Yəni, bu şəkildə olmuş olacaq. Yenə də deyirəm, duz gördün, yazacaqsan 100%. Çünki düz qatıram. Duz 100%. Gəldik indi 47-yə. Tamamən sildim. 47-də 5%li 40 litr yod. Yenə də. Bax, görürsünüz, deyirəm, ha, bu işimi görür deyə mən düşünürəm ki, belə daha rahatdır. 5%li 40 litr yod məhlulu. Nə qədər su buxarlanma. Buxarlanmada bilirsiniz ki, məsələn, suyu qoydum buxarlananda qabın içindəki su azalır. Nə qədər çox buxarlansa, o qədər çox azalır. Buxarlanma deyəndə azalma baş verir. Ona görə bura çıxma. Bax, fikir verin. Buxarlanma. Bayaqdan əlavə etmə, qatma, o çoxaldırdı. Nə qədər su buxarlanır, nə qədər bilmirəm, x deyirik ki, su sıfırdır. Çünki su buxarlanır axı. 20%li alınsın. Sonda da alınsını demişdik, axıra yazırıq. Və yuxarıda nə yazacağım? 40. Aralarında çıxma olduğuna görə çıxılsın x yazacağım. 40 çıx x. Yenə də 5-i 4-ə vuracağım 20, yanına bir dənə 0. X-i 0-a vuracağım, elə 0 bərabərdir. 20 həm buna, həm də buna vurulmalıdır. 4-ü 2-yə vuranda 8, yəni 800 çıxılsın 20x. 20x-i bu biri tərəfə göndərirəm, olacaq müsbət, çünki mənfidir. 200-ü də bu yana göndərirəm, 0-ı nəzərə almıram. 800-dən də çıxanda 200-ü eləyir 600. 20x bərabər oldu 600-ə. X bərabər oldu 600-ü 20-yə böləcəyim. Bundan bu getdi 60-ı 2-yə böləndə 30. Deməli 30 litr su buxarlandırmalı imişəm. Bu da belə olacaq. Gəldik 48-ə. Digərlərinə baxarsınız. Birinci gəldiyinə görə ədəd. Birinci gəldiyinə görə. Ədədin 0,6 hissəsi. Yuxarıda yazacaq. Ədədin 0,2 hissəsi. Faizini tapacağım. Neçə faizdir? Sonra da çıxacağım 100-dən. Vergülləri atırdı, kəsirlərdə istifadə eləmişdik. 6 ilə 2 ixtisar edib 3 dəfə. Deməli, 3-ü də 100-ə vursam 300. Tam faizimiz 100-dür axı. Amma bu 300 oldu. Nə qədər çoxdur sualına görə 300-dən 100-ü çıxacağım, deyəcəm 200. Yenə burada. Çoxdur, çoxdur, burada azdır deyir. 0,3 yuxarıda yazacağım, birinci gəlir. 0,5-i ikinci gəldiyinə görə məxrəcdə. Yenə vuracağım 100-ə.
Bu neçəncidir? Dördüncüsüdür. Bu da birincisi idi. Yenə vergüldən sonra vergüllər bir dənə ədəddir deyə nəzərə almıram. 100 ilə 5 ixtisar getdi 20 dəfə. 3-ü 20-yə vuranda 60. Tam faizimiz 100'dür axı. 40% azalıb gördüyünüz kimi. 100 olmalıdır, 60 olur. Ona görə deyəcəm, burada da 40'dır. Gəldik 49-cu çalışmaya. Bu da mürəkkəb faiz artım düsturu, bir də var sadə faiz artım düsturu. Birinci düsturları təyin edəcəyəm. Bir də nəyə əsasən mürəkkəbi haçan istifadə edəcəm, haçan sadəni istifadə edəcəm. Bu sözü də önəmli olan bu hissəni də deyəcəm sizə. Deməli, düstur birinci belədir. Sn bərabərdir S0 1. Əgər azaltmaq deyirsə çıxma, artırmaq deyirsə toplama qoyuruq. Yəni burada görürsünüz azaltdılar, azalarsa, hər ay artarsa, özünü ifadə artır. Və görürsən artır olanda toplamadan istifadə edəcəm. Artır deyəndə toplamasından, azalır deyəndə çıxmasından istifadə edəcəm. Yuxarıda olur n, burada r, burada da 100%. İndi gəldik. Bu oldu sadə faiz artım düsturu. Sadə faiz artım düsturu. Burada S nədir, N nədir? Qoy əvvəl onları da deyim. Qoy mürəkkəb. Bu sadədir, bu da mürəkkəbdir. Bu mürəkkəbdir. Mürəkkəbdə Sn yenə də bərabərdir S0. Yenə də artırma, azalma deyəndə, artma deyəndə üstə gəlmədən, azalma deyəndə çıxmadan. Burada R olur, aşağıda 100 olur. Bu N elə bil ki, çıxıb bunun başının üstünə. Yəni burada N buradaydı. Burada isə N gəlir, çıxır bunun başının üstünə. N gəlir burada olur. Yəni mötərizənin kənarında kvadrata, ya kuba, nəsə yüksəltmədən sonra. Bu sadə faiz artım düsturudur. Sadə faiz nədir? İlkin məbləğ. Yəni ilk qoyduğum məbləğ nədirsə, ilkin məbləğim. Bu söz gedirsə, deməli sadədən gedəcək. Bax, bu söz gedirsə, hər ay özünün sözü gedirsə, deməli mürəkkəbdən istifadə edəcəm. Baxa görə harda ilkin məbləğim? İlkin məbləğim. Hər ay özünün. Bax, görürsünüz, hər ay özünün. Deməli, bunlar mürəkkəbdən ibarətdir. Harada ki, ilkin gördük, deməli, bu düsturdan istifadə edəcəyiz. Hə, indi bu düsturda SN nədir? SN son məbləğdir. Məsələn, belə düşün ki, mən qoy birinci S0'ı deyim, sonra S-ni deyim. Tutaq ki, mən S0 ilk məbləğdir. İlk məbləğ nədir? Tutaq, mən getmişəm, banka pul qoymuşam, yəni banka pul qoymuşam, bu ilk məbləğdir. İndi üstünə faiz gəlir, mənim üçün artırır da. Mən sonda getmişəm, pulu götürmüşəm, sonda. Sonda götürdüyümə görə bu son məbləğ. Məsələn, bəzən bankdan pul götürürlər, tutaq ki, 1000 manat götürürlər, amma ödəniş olanda 1500 məsələn ödəniş eləyirsən. Bu nə oldu? O ilk pul götürdüyüm, ilk baş verən hadisə ilk məbləğ, sonda baş verən hadisə isə son məbləğ deyirlər buna. Sonra N nədir? İl, ay, zamanı bildirir. Elə bil ki, il, ay, zaman nəyə əsasən? Bunu bildirir. R-də faizi bildirir. Hansı faizlə mənə verdi bank pulu? Tutaq ki, R-də faizi bildirir. Neçə faizlə verdi mənə? Bu əsas düsturlarımızdandır. İndi gəldik. İndi bu düsturları yazdıq. Bu düsturlara əsasən, çox getdim. Bu düsturlara əsasən buradan bir neçə dənə misal yazmış olacaq. Məsələn, birincisini yazaq. Dedik ki, sözləri gördük, onunla qərar veririk ki, hansı düsturdan istifadə eləyəcəyik. İndi birinciyə baxdıq, gördük ki, ilkin məbləğ. İlkin məbləğin sözünə görə mən sadə faiz artım düsturundan istifadə eləyəcəm birincisini. İlkin məbləğin sözünə görə sadə faiz artım düsturu. Baxıram, görürəm, əmanət ilk məbləği, yəni S0'ı verib mənə 3000. Hər ay ilkin məbləğin, hər ay ilkin məbləğin 10%. Yəni R faizdir bu. 10% qədər verib mənə. Sonra davamı 4 aydan sonra ay artır axı. Ona görə burada da N-ə deyəcəm 4. Düsturda. Düstur necə idi? Sn bərabərdir son məbləğədə soruşur məndən. S0 idi. S0'ın yerinə bu düsturu bir dəfə də yazım. Niyə belə yazdım? Belə S0 1 azalır deyə çıxmadan istifadə edəcəyəm. Burada N, R bölünsün 100-ə.
Gəlirəm yerinə qoyuram. S0 3000'di yazdım. Vurulsun. Birdən çıxacağam. Aşağıda 100'dür, dəyişmir. N 4'dür yazdım bura. R də 10'du yazdım bura. 10 ilə 100 ixtisar getdi 10 dəfə, bu bir dəfə. 4 ilə 10 ixtisar getdi. 2-yə gedir 5 dəfə, 2-yə gedir 2 dəfə. Burada oldu 5-də 2. Yəni belə bir dənə misal yarandı. 3000 1 çıxılsın 5'də 2. Belə bir şey yarandı. 5'i 1'ə vurub 2'ni çıxsam bundan eləmişdik. Adi onluqda. 5'i 1'ə vurub 2'ni çıxacağım. Bu meç qalacaq təbii ki. Eləcə 3. Sonra 3000'dən 5 ixtisar gedir. 600 dəfə. 600'ü də 3'ə vuranda 1800 manat olmuş oldu sonda. Yəni bunu da istəyinə görə bu şəkildə yazdım. Sonra gəldi bir dənə də 4'ü yazacağım. 4'ü də yazayım. Yenə də getdi yuxarıya da. Aha. 4'te də baxın hər ay özünün sözü var. Hər ay özünün sözü varsa, deməli mən burada mürəkkəb faiz artım düsturundan istifadə edəcəm. Mürəkkəb faiz artım düsturu dedik ki, hər ay sözünün varsa, mürəkkəb faiz artım düsturundan yazılacaq. Baxın. Deyir ki, banka qoyulmuş pul hər ay özünün 10% qədər artaraq 3 aydan sonra bu qədər oldu. Yəni bu son məbləği verdi mənə. Onda yazacağım SN bərabərdir 133.100. Sonra 10% deməli ayı verib mənə, N-i verib mənə 3 ay. Faizi verib mənə, yəni R-i verib mənə 10. Sadə faiz artım düsturuna görə bildik ki, N R-in yanındaydı, amma mürəkkəbə görə, qoy burada yazın, mane olmasın orada mənə. Mürəkkəbə görə düstur belə idi. S0 1 artım görüm artıb, yoxsa azalıb. Pul hər özünün artıb. Artıbsa toplamadan istifadə edəcək. Aşağıda olacaq 100, yuxarıda olacaq R və N çıxırdı yuxarıya. Bu cür nə tapacaq? İndi SN, bax burada tərsəsinə verib mənə. Mənə SN sonu verib. Yəni 133.100'ü bərabər eləyəcəyəm. S0'ı bilmirəm, yerinə S0'ın özünü yazdım elə. Mötərizənin içində 1 üstə gəlsin. R-i verib mənə, yəni faizdir də 10. Burada 100 yazacağam. Amma N-i nə edəcəm? 3 aydır yuxarıda yazacağım. Düsturumuza görə belə olmalıdır. İndi davamında 100 ilə 10 getdi. 10 dəfə, bir dəfə. Onu 1'ə vurub üstünə 1 gəlsəm eləcə 11. Onda belə bir dənə misal olacaq. 133.100'ü bərabər eləyəcəm S0. O da bərabərdir. 10'da 11, amma üstündə nə var? 3 var. Bu 3 nə deməkdir? 11'i 3 dəfə bir-birinə vuracaq. Onda olacaq S0. S0'ın dostudur yaxı bu. Ona görə bu tərəfə çevriləndə tərsə yazacağım. Vurulsun. 11'i görə 3 dəfə bir-birinə vuranda neçə eləyir? 2 dəfə vuranda 121. 121'i də vuracağım 11'ə. Eləyəcək 1331. Yəni 11'i 3 dəfə bir-birinə vuranda 1331 eləyəcək. 100 yazdım. Deyək ki, bunu silib. Deməli, 3 dəfə bir-birinə vuranda dedi ki, 1331 eləyəcək. 11'i. Onu da 3 dəfə bir-birinə vursam 1000 eləyəcək. Onu bu tərəfə çevirəndə tərsə yazacağım. 1331 aşağıda, 1000 isə yuxarıda olacaq. Bununla bu ixtisar gedir 100 eləyir. 100'ü də buna vuranda, yəni 1'i 1'ə vuranda 0, 1'i 1'ə vuranda 1, sıfırları da yazdım sayını. 1, 2, 3, 4, 5 dənə yazmış olacaq. Bu da bizim oldu mürəkkəb faiz artım düsturumuz. Gəldik 50-ci misala. Burada bizdən görək nə istəyir. Bunu da biraz balacalaşdırın ki, yazdıqlarıma yer çox qalsın. Ona görə. Gəldik. Bir tərkibində 10% düz olan, tərkibində 10% düz olan məhlula 200 qram duz əlavə elədilər.
Yenə duz əlavə elədilər. Amma tərkibində də 10% duz var. Gəl yenə bu şəkildə çəkim. 10% duz var. Buna deyəcəyəm x, çünki bilmirəm ölçüsü. Duz əlavə ediblər buna. Nə qədər? 400. Biz də demişdik ki, duz, spirt, yod, bunlar nədir? 100%. Bu 400-dür. Özü dedi ki, 400 qram duz əlavə elədilər. Mən də bunun aşağısında yazacağım 100. Niyə? Çünki tam faizli duz qatı baxın. Onda 20%li məhlul alınır. Məhlul alınarsa 20% demişdik ki, alınır da aşağı axırda yazılır, alınır. İndi x-in üstünə yuxarıda da yazacağım. Bu da 400. Çarpaz vuracağım. X-i 10-a vuracağım. Əvvəl x-i tapım, sonra bunun əvvəlcə məhlulun tərkibində nə qədər duz var, sonra onun istəyinə uyğun tapacağım mən də. İndi 10x üstə gəlinsin. 400-ü 100-ə vuracağım. 4-ü 1-ə vurdum, arxasında 4 dənə 0 oldu. Sonra 20-ni x-ə vuracağım. 20x. 2-ni 4-ə vuranda 8 eləyir, ya arxasında 3 dənə 0. Yəni 800. 8000 daha doğrusu. X-ləri bir yerə yığar. Bu 8000'di, bu 40.000 oldu ya. 40.000 qaldı yerində. 8000'i göndərdim. Bu tərəfə mənfi oldu. Bərabərdir. 20x qaldı yerində. 10x'i göndərdim bu yana, bu da mənfi oldu. Çünki müsbət idi. 40.000-dən 8000 çıxanda eləyəcək 3200. 32.000. 20-dən 10 çıxanda elədi 10x. Hər tərəfi 10-a bölsəm, ya belə aparım, bir də yazmayayım. X bərabər olacaq 3200-ə. Deməli, bunun tərkibində 3200 qram məhlul var. Amma məhlulu soruşmur məndən, duzu soruşur. Duz da nə qədər idi? 10% deyildi. Mən də 3200-ü vuracağım 100-də ona. 3200 dedim yenə. Hə, 3200-ü vuracağım 10-a. 100-də 10-a. Deyək ki, bu 2 dənə 0, bu 2 0 aparsın, cavab eləyəcək 320. Hazırdır. Digərləri də bu şəkildədir. Yəni, belə quracaqsınız tənliyi. Tənliyi həll eləmə bacarığınız varsa yaza biləcəksiniz. Elementar səhvlərə yol verməyəsiniz. Azca diqqətli olursunuz. Riyaziyyatda istər-istəməz adam elementar səhvlərə yol verir. Diqqətli olmaq lazım. Gəldik. Burada bir dənə bax, 3-ə qədər eynidir, 4 fərqlidir. 4-dən əslində bayaqları yazmışdım. Amma bir dənə də yazacağım ki, qoy eyni olduğunu görəsiniz. Deməli, 20 qram yod ilə 60 qram suyu qatışdırdılar. Bax, yod da tək-təkinə məhlul deyil, belə deyim də, tək-təkinə məhluldur deyəndə 100%li məhluldur da bu şey. Çünki sırf yodun özündən ibarətdir axı. Ona görə. Su isə tək-təkinə vəbşə heç məhlul deyil, tərkibində çünki 0% var. Çünki suya 0% demişik. Onda gəldik. Yodla biz də suyu qatışdıraq. Qatışdırsam nə qədər olacaq? 80. Elədir. Qatışdırdım 80. Yod təyin eləyirdi də məhlulun faizi. Onu da vuracağım 100-ə. Yəni 20 ilə 80 getdi 4 dəfə, 100 ilə də 4 gedəcək 25%. Burada da belədir. Yodla suyu qatışdırdım 125. Məxrəcdə yaz, sonra da davamı yazacaqsan bu şəkildə. A ədədinin 4 misli B ədədinin 5 mislinə bərabərdir. Nə deməkdir ki bu? Yəni A-nı 4-ə vuranda 4A bərabərdir 5B. Biz də qayda demişdik ki, A-nın payı B-də, B-nin payı da A-dadır. Yəni A 5 deməkdir, B də 4 deməkdir. Sonra B ədədi A ədədinin neçə faizi? Bax, B ədədi. B ədədi neçədir? 4. Birinci 4-ü yazacağım yuxarı. A ədədinin ikinci gəlib, ona görə məxrəcdə. Neçə faizidir? Sualına dediyinə görə 100-ə vuracağım. 100 ilə 5 getdi 20 dəfə, 4-ü də 20-yə vuranda 80, deməli 80%-dir. Azdır, çoxdur demədiyinə görə 100-dən çıxmadı. Eynən bu qayda ilə digərləri də yazılacaq. Bir dəfə də istəyirəm, bir dənə də göstərim. A ədədinin 3 misli B ədədinin 12 mislinə bərabərdir. Yəni, misil bilirsiniz, vurma deməkdir. 3A bərabərdir 12 B-yə. Yəni, ixtisar gedir əslində və aparmıram, qoy belə olsun. A-ya deyəcəyəm 12, B-yə deyəcəyəm 3. B ədədi, yəni B birinci gəlib. B 3-dür yuxarıda, A 12-də aşağıda. Vuracağım 100-ə. Çünki faiz soruşur. 3 ilə 4 getdi, 3 ilə 12 getdi 4 dəfə, 100-ü yenə 4-ə böləcəm, beləcə 25. 25%-dir. 25%-dir. Çünki neçə faizdir sual verir? Azdır, çoxdur demədiyinə görə, məsələn, bu
52-də azdır, çoxdur sözünü deyirsə, deməli ki, burada çıxma baş verməlidir. A ədədi B ədədindən 25%. Bayaqları bundan uyğun oyanda yazmışdı. Amma yenə də deyim, qoy bir dənəsin. Aha. A ədədi B ədədindən 25% azdır. A birinci gəldiyinə görə surətdə, B ikinci gəldiyinə görə məxrəc. 25 azdırsa, deməli onda 75-dir. Burada olacaq 100. İxtisar getsinlər. 75 ilə 125-ə gedirlər. 4 dəfə, 3 dəfə. Sonra cümləni dəyişib. B ədədi A-nı. Cümləni dəyişib, onda belə olub da. B ədədi A-nı. Belə yazacağım. Neçə faizdir? Onda mən də burada 4-də 3 idisə, olacaq 3-də 4. Çevirildi. Bunu da 100-ə vurmağımı istəyir. Neçə faiz çoxdur? Əslində daha qısa yazardım. Daha yazdım beləsinə. 400, burada oldu 3. Çoxdur dediyinə görə deməli 400 çoxdur. Daha doğrusu 400-də, 3-də 400 çoxdur. Bundan da 100-ü çıxaracağım. Bu qayda var idi. 3-ü 100-ə vururdu. Davamında yazıram burada. 3 orta məxrəc qalacaq. Bu 400-lə də işim yoxdur. Ona görə bunu görə 3-ə vuram. Çıxılsın 300. Elədir? 3-də 100. İstərsiniz bunu da çevirərsiniz. 33-dən 3-də 1. Mən çevirmirəm, amma çevirin. Çünki cavabları elə görməyəcəksiniz kitabda. Gəldik 54-cü çalışmaya. A ədədinin 10%, B ədədinin 20%-nə bərabərdir. Yenə də bayaqki kimidir, bu da elə. A ədədinin 10%, yəni bundan yazmışdıq. 100-də 10-u A bərabər olmalıdır. 100-də 20 B-yə. Yüzlər gedirdilər, demişdik bir dəfə. Niyə gedirlər? Çünki çarpaz gedəndə 100 yuxarı çıxır ona görə. 10 ilə 20 ixtisar gedir 2 dəfə, bu da bir dəfə. Onda 1A bərabər olur 2B-yə. A-nın payı B-də, B-nin payı A-dadır. A birinci gəldiyinə görə A ədədi burada. Deyir ki, A ədədi B-nin. Yazdım belə. A1, B2, tərsə dedim, bağışlayın, A2 olmalıdır. Çünki A-nın payı belə. A2 ve 1'dir. Yazmadım. Aha. Deməli, A2 yazmaq istəməli. A2 və də 1-dir. Bu şərtə görə. Bunu da vuracağım 100-ə. Çünki neçə faizidir deyir. O da 200%-dir. Çoxdur, azdır demədiyinə görə sıxmıram, bir-birlərini hazırdır. Gəldik 55-ci çalışmaya. 55-də bizdən nə istəyir? Bunu yazmışdıq. Neçə dənə yazmışıq o yanda. Ümid edirəm, aydın olub, diqqətli baxmaq lazımdır. Yenə də deyirəm, elementar səhvə yol verdimsə, deyərsiniz müəllimə. Sinifdəki oğlanlar. Yəni, deməli, bu oğlandır, deyəcəm, 2 dənə oğlan var. Qızların, yəni, sonra qızlar gəldi 5, deməli, 5 dənə də qız var. Hissəsini təşkil edir. Yaxşı, bildik. Oğlanların, qızlar oğlanları, bax cümləni dəyişdir. Oğlanlar, qızlar oğlanları. Bayaqları 2, 5 idi, onda tərsə çevrilməlidir. Elə bir 5-də 2 idi, oldu 2-də 5. Çünki birinci qızlar gəldilərsə, qızlar surətdə, oğlanlar ikinci gəldiyinə görə. Neçə faizini təşkil edir? Bunu da vuracağım 100-ə. 100 ilə 2 getdi. 50 dəfə. 50-ni vuranda 5-ə 250. Neçə faizini təşkil edir? 250 faizini. Çünki demir, yenə azdır, çoxdur sözün demir bizə. Demədiyinə görə də mən də dəyişməyəcəm, elə, yəni çıxmayacam 100%-dən, o belə qalmış olacaq. Gəldik 56-cıya. Çalışma. 56 çox asan misallarımız var. Tənasübün bir dənə belə qaydası var ki, bax, belə verib bizə bunları. Mən istəsəm bunları toplaya bilərəm, belə. Bərabər deyil də, bunları belə yaza bilər. A plus C məxrəclə məxrəci, surətlə surətlidir. Elə gördüyünüz kimi 5 qalacaq. Deməli, cavab elə 5-in özü. Burada da mən bunların arasında toplama qoyacağım. Kəsirləri birləşdirirəm, toplama. Onda belə çıxır ki, A ilə C, A, B ilə D-nin cəmi ilə həmin ədəd. Təbii burada biraz 4-də fərqlidir. Necə? Yenə burada toplama qoyardım. Əslində, bax, birləşdirərdim. Toplama qoydum. Çıxma da qoya bilərəm. 8 olacaq. Amma 8 eləməyəcək axı burada. Niyə? Çünki burada aşağıda 2 var. Onda belə çıxır ki, mən bu ədədi yazdım bura. Yazdım bura. Aşağıda gördüyünüz kimi əlavə 2 yazılıb. Bu da 8-dir.
Əlavə 2 varsa 2-ni çıxartdım mötərizə xaricində, ona görə 3 orada yazdım. Ona görə burada 2 yazın. 8-i 2-yə böləndə neçə eləyir? 4. Hazırdır. Bax, bu da belə. 5-ci də eynən belədir. Bura birləşdirdim bunları belə. Toplama atdım burada. Deməli, A üstə gələcək, B üstə gəldi 7-dir. Elədir. Amma fikir ver, yuxarıda 3 var. Onda mən yazdım bunu bu öyrəncisini. B üstə gəldi. Fikir ver, yuxarıya 3 atıb. Bu 7 də surət də aiddir də. Onda mən də surətə 7-nin yanına 3 atacağım. Aşağıya bax 4-ü çölə çıxardacağım. 4B-də olacaq. Deməli, aşağıya da 4 atıb, 4 atacağım. İndi gəl mən bunu hesablamalıyam. Çünki o bir tərəf maraqlı deyil mənim üçün. Eyni oldular. 7-ni 3-ə vuracağım. 21 böl 4. Hə, istəsən qarşı qədərdə çevirərsən, istəsən var. Onluq kəsirə də çevirərsən. İstəsən deyil, amma çevirsən daha faydalıdır. Gəldik 57-ci ədədə. 57-ci çalışmaya daha doğrusu. Burada nə edəcəm? Burada bir bax. Mənə maraqlı olan hissə hərfə yapışan ədədlər üçün əçab tapmalıdır. Bunun əvvəlində də demişdik. Bax, burada 3-dür axı. Burada 4-dür, burada 6-dır. Mən nə edəcəm? Əçab tapacağam. 3, 4, 6 üçün. Bildiyiniz kimi bu 12-dir. Bu tapdığım 12-nin hamısını surətdə yazacağım. Burada surət vurulsun 12 yazacağım. Burada vurulsun 12 yazacağım. Burada vurulsun 12 yazacağım. Yazdım. Tapdığım əçab burada yazdım. 12-ni burada yazsam 12 ilə 3 gedəcək 4 qalacaq. 4-ü 4-ə vuranda 16. Onda C demək 16 deməkdir. 12 ilə 4 ixtisar gedəcək 3 dəfə. Sonra nə qaldı burada? 4 yoxdur aşağıda artıq. B bərabər olacaq 6-nı 3-ə vuranda 18-ə. Sonra 12 ilə 6 ixtisar gedəcək 2 dəfə. Yuxarıda nə qaldı? 2 vur 7 qaldı. Yəni A da bərabər oldu. 2-ni 7-yə vuranda 14-ə. İndi bunların içindən təyin edəcəm, müqayisə edin. Ən böyüyü hansıdır? B. B ən böyüyüdür, ona görə üzün B-yə tərəf döndərin. Sonra C-dir, sonra da A. İstəsiniz belə də yaza bilərsiniz, istəsiniz fərq yoxdur, üzü bu yana çevirib belə də yaza bilərsiniz. Eyni şeylərdir. Gəldi yenə müsbət ədəddir deyə heç bir problem yoxdur. Mənfi olsaydı tərsinə yazardım. Çünki mənfilərdə böyük olan balaca olur, o şərti yerinə yetirəcəm. Bir dənə də gəl burada 4-ü göstərim. Eynən burada yenə belədir. Hərfə yapışana baxıram. 2 yapışıb, 3 yapışıb, 4 yapışıb. 2, 3, 4-ün əçab tapacağım. 2, 3 və 4-ün əçab tapmalıyım. Yenə 12 eləyəcək. Ona görə də mən hərfin əks yerinə yazıram. Hərf əgər surətdə olsaydı məxrəcə yazacaqdım həmin o tapdığım əçabı. Onda bax, burada vurulsun 12 yazıram bura. Vurulsun 12 yazıram bura. Vurulsun 12-ni də bura yazıram. 12 ilə 3 gedir ixtisar. Qoy bunun rəngini dəyişim, ixtisarda qarışdırmayaq ki. 12 ilə 3 ixtisar getsin. 12 ilə daha doğrusu 2 ixtisar getsin. Ay, saçını bozdum mən. Deməli, 12 ilə getsin 2 ixtisar. Getdi, nə qalacaq burada? 6. Elədir, 6-nı 3-ə vuracaq. Adı yaxın məxrəcində. Onda deməli, A nəyə bərabərdir? 18. Gəldi. 12 ilə 3 gedəcək ixtisar. 4. Bax, qaldı yuxarıda. 4 vur 4. 12 çünki getdi. Və bərabər olacaq 16. Burada da 12 yazmışam axı. 12 ilə 4 getdi. Burada da 3 qaldı. 3-ü də 5-ə vuracağım 15. C-də yaxın məxrəcdə. Deməli, C-də 15. Ən böyüyü nədir? Müsbətdir də, müsbət ədədlərdir. Ona görə də heç bir problem yoxdur. Böyük olan böyüdür. 18, yəni A ən böyüyüdür. B orta, C-də ən kiçiyidir. Deyirəm, belə də yaza bilərsiniz. Üzü bu tərəfə müqayisə edin. Fərqi yoxdur. Müqayisə işarəsi də belədir. Hansı böyüdürsə ağzını ona tərəf atır. Bu şəkildə də olmuş olacaq. Faiz mövzusunu da bitirdik.